Dünyadakı bütün artım proseslərini izah edən bir ədəd var. Ona biz sadəcə Y ədədi deyirik. Y eksponensial artımın əsas riyazi sabitidir. Artımın, genişlənmənin, təkrarın riyazi dilidir. Bu, davamlı çoxalma mexanizmidir və onun riyazi adı Y ədədidir. Y ədədi bizə göstərir ki, həyat birdən-birə yox, davamlı şəkildə artır. Az-az artır, inkişaf eləyir. Nəticə bir anda gəlmir, yığıla-yığıla formalaşır. Zəhmət, öyrənmə, inkişaf, hamısı Y ədədinin ritmi ilə bağlıdır. Y sadəcə riyazi sabit deyil, o həyatın təkrarlanan ritmidir, davamlı dəyişmə qanunudur. Y inkişafın riyaziyatıdır. Pi sabitlik və sonsuzluq, Y artım və dəyişmədir. İkisi birlikdə kainatın riyazi imzasıdır.